Dövlət məmurları vətəndaşları incitməməlidirlər. Qanunsuz pul tələb etməməlidirlər. Qətiyyən bu qəbul edilməzdir. Çünki bəzi məsələlər mənə məruzə edilmir. Çünki sərf eləmir o adamlara məruzə etmək. Ancaq yaxşı raport verməyə öyrəşiblər. Onlardan soruşsan, deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Söhbət eləyən dedim, hansı problem var? Hər şey əla. Ola bilməz axı belə. Ya özü bilmir, ya da ki, bunları örtbasdır eləmək istəyir, ya da ki, bilmirəm hansı məqsədi güdür. Onlara verilən ən ciddi tapşırıqdır və onlar bu tapşırığı yerinə yetirməlidirlər. Vətəndaşlara münasibətdə yekəxanalığa yer olmamalıdır. Özlərini təkəbbürlü aparmamalıdırlar. Vətəndaşlara yuxarıdan aşağı baxmamalıdırlar. Vətəndaşlara məmurlar qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Onlar eşitmir ki, mən deyirəm, nə deyirəm. Yaxud da ki, onların yadından çıxır. Bunu yığışdırın, bəsdirin. Əgər bir də bilsəm ki, haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, işdən qovulacaqdır. Bunu hamı bilsin. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin hörmət edin insanlara. Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Dövlət qurumları tərəfindən normal rəftar edilməlidir. Təhqir edilməməlidir, incidilməməlidir. Belə hallar var, var. Kim bunu edir? Dövlət məmurları. Arxalanmaq istəyəcəksə bilsin ki, bu alıb keçir. Heç kimə güzəş yox. Bunu indi hamı. Herkes bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur. Heç bir toxunulmaz məmur da yoxdur. Hərə öz əməlinə görə həm qiyməti alacaq, mükafatını alacaq və cəzasını alacaq.